izləyicilər, bugün mən bu benzin motorun qızdırılması ilə bağlı danışmaq istəyirəm. İndi bildiyiniz kimi qabaqdan qış aylar gəlir, soyuq havalar gəlir və indi əsas çox adam maraqlanır ki, bu soyuq havalarda bu motor qızdırmağa ehtiyac var, yoxdur. Bununla bağlı öz fikirlərimi bölüşmək istəyirəm. Əvvəlki maşınlarda, yəni köhnə dövrlərdə motoru əsasən qızdırırlar. O da nəyə görə? Çünki istənilən ümumiyyətlə elə bu maşında da olsun, köhnə maşınlarda da soyuq motorda deməli o motorun içində olan detallarda müəyyən zazor deyək də belə bir ara məsafəsi olur detallar arasında və qızandan sonra onlar yəni öz yerini tutur və motor daha yaxşı işləməyə başlayır. Ən çox da yəni qızdırılan maşına, bu Sovet maşınlar olub, onlar ümumiyyətlə heç qızdırılmayanda getmirdi. Yəqin ki, indi kim ki o maşınlar görüb bilir. Orada pasoz çəkmək lazım idi. Yəni 3 dəqiqə, 5 dəqiqə maşını qızdırandan sonra maşın getməyə başlayırdı. İndi müasir maşınlarda ümumiyyətlə yəni adi benzin maşınlarda artıq yəni hər şey elektronlaşır. Pasoz da elektrondur. Ümumiyyətlə ondan başqa da yəni maşını heç qızdırmadan da sürmək mümkün olur. Bəzi ölkələrdə, məsələn Avropanın bəzi ölkələrində ümumiyyətlə motor qızdırmaq qadağandır. Yəni ekologiya ziyan olduğuna görə buna icazə verilmir. Bununla bağlı cərimələr tətbiq edilir. Və indi əsas bizim bu hibrid avtomobillərdə yəni motorun qızdırmağına ehtiyac olub-olmamağını bildirmək istəyirəm. Burada indi yəni mənim fikrimcə bu maşınlarda motoru qızdırma ehtiyac yoxdur. Bu da nəyə görə? Yəni əsas yəni dediyim kimi motor qızdırmanın səbəbi odur ki, motor ilk növbədə yağlansın və sonra detalların o arasına o zazorlar içsin ki, motor daha yaxşı, daha yəni öz gücü ilə işləsin, naqruzkaya gücə düşməsin. Və bu maşınlarda ümumiyyətlə yəni belə deyək, yəni elə qurulub ki, sistem elə qurulub ki, benzin motor demək olar heç vaxt gücə düşmür. Yəni nadir hallarda, yəni belə deyək də, tam maksimal sürətdə deyək, harca 170-180-də o vaxt ki, artıq elektrik motor öz funksiyasını itirir. Artıq yəni belə deyək, maşını sırf benzin motor irəli çəkir, yəni bütün naqruzka benzin motora düşür. Yalnız bu hallarda bəli, benzin motor artıq tam naqruzkada tam gücü ilə, tam elə bir yəni maksimal gücünə işləməyə başlayır. Və indi isə yəni o nadir hallarda baş verir. Belə demək olar ki, bu maşın əsasən şəhərdə sürülür və çox yəni nadir hallarda olsun kimsə maksimal sürətlə sürsün. Və indi mən əsasən yəni gündəlik həyatda şəhər rejimində olan rejimdən danışmaq istəyirəm. Burada yəni demək olar ki, benzin motor heç vaxt gücə düşmür. Çünki bütün yəni maşın işə düşəndə, yəni irəliləməyə başlayanda elektrik motorla irəliləməyə başlayır. Probkalarda, yəni svetoforda və ümumiyyətlə yəni yerindən tərpəndə ilk növbədə elektrik motorla hərəkətə başlayır və sonra da hətta bir müddət sonra benzin motor da işə düşsə də yenə də elektrik motor daim yəni bütün o yəni çətin vaxtlarda, yəni benzin motor gücə düşən vaxtlarda daim ona kömək eləyir. Bütün yəni o naqruzkanın çox hissəsini öz üzərinə götürür və benzin motoru həmişə hər vaxt yəni optimal abarotda, optimal rejimlərdə işləyir ki, yəni həm naqruzka düşmür, həm benzinə qənaət olunur və belə olan halda əgər bu benzin motor gücə düşmürsə, bunun yəni heç qızdırmağa da mənim fikrimcə ehtiyac yoxdur. Yəni siz istər yəni yerində də dayanıb qızdırsanız və yaxud da az-az artıq sürməyə başlasanız da, yəni onun heç bir fərqi yoxdur. Yəni yerində də dayananda yəni motora eyni naqruzka düşəcək, siz onu sürəndə də yəni eyni naqruzkada, eyni abarotda işləyəcək. Yəni maşın beyni elə idarə edir ki, benzin motoru yəni soyuq olanda da heç bir gücə düşməsin, aşağı abarotda getsin ki, bir ziyan olmasın. Artıq yağlanandan sonra motor müəyyən temperatur alandan sonra artıq yəni müəyyən funksiyalar benzin motorun üzərinə düşür. Hətta yəni motor soğuq olanda mən fikir vermişəm, o ki, səhər yerindən tərpədib sürürsən,
bu maşın harca bir 30-40 saniye benzin motor öz-özünə işə düşür və sonra sönür. Yəni ehtiyac yoxdursa, dayanmısansa sönür və həmin vaxtlarda heç bu motor zaryatka da vermir. Yəni hətta görürsünüz ki, heç zaryatka da vermir ki, heç ümumiyyətlə naruska düşməz. Sırf ancaq özünü qızdırır və sonradan artıq zaryatkaya verməyə başlayır. Müəyyən harca bir 65-70 kilometrdən sonra da kilometr saatdan sonra isə benzin motor, yəni birbaşa təkərlərə qoşulur və özü artıq o gücün müəyyən hissəsini götürür. O da yəni elə bir sürət ki, yəni belə adi o mexaniki maşınlar, mexaniki korobkalı maşınlar necə ki, yəni 4-cü, 5-ci Scorus kimi də belə birbaşa Scorus deyə o tam navruskası bir vəziyyətdəki maşın gedir. Yəni həmin sürətlərdə təkərlər benzin motor təkərlərə qoşulur və maşını irəli çəkməyə başlayır. Və bunu siz hətta bax, bu gördüyünüz bu monitorda bax, belə bir görürsünüz, animasiya var. Eyni də yəni o bu böyük monitorda təkrarlanır. Maşın yəni özünüz də buna nəzarət edə bilərsiniz ki, hansı vaxtlarda hansı motor işləyir. Bax, indi bir nümunə kimi göstərim. İndi biraz irəli gedək. Belə baxaq indi. Gördüyünüz kimi bax, yerinə tərpədən kimi hələ məndə məsələn motor istədiyini sürüb dayanmışam. Bundan belə görürsünüz ki, bax, buradan batareyadan zaryatka gedir və maşın başlayır elektrik motorunu hərəkət etməyə. Eyni də yenə də arxaya verirəm maşını, yenə də gördüyünüz kimi, yəni hətta mən hardasa bir sürət Hev Eco'da demək olar daim sürürəm. Bu Eco'da sürət 20 km/saata çatandan sonra lakin benzin işə düşür və başlayır zaryatka verir və müəyyən hissəsi batareya gedir, müəyyən hissəsi elektrik motora gedir. Yəni bu sırf yəni aşağı sürətlərdə generator funksiyasını yerinə yetirir. Yenə də ona heç bir navruska düşmür, heç bir yəni ziyanı yoxdur. Siz bunu soyuq sürün, siz sürün, yəni generator vəziyyətində sanki elə bir yerində dayanıb motor xalasoyda qızdırırsan, yəni elə bir rejimdə olur. Bundan da əlavə yəni bunu belə tez sürməyin də yəni bir ziyanın olmama onunla bağlıdır ki, yəni indiki bu hibrid maşınların yağları çox duru yağdır. Harca 0W20, 25-ci modellərdə ümumiyyətlə bildiyimə görə 0W16 yəni yağlar gəlir. Onlar daha da durudur. Yəni bu duru yağda maşın benzin motoru xodanan kimi karterdən daha tez bütün detalları yağlayır və maşın yəni o detalların, benzin motorunun detallarını aşınmadan qoruyur, tez yağlanır. Və ona görə də yəni ikinci səbəb də budur ki, siz yəni bunu heç qızdırmadan rahat, yəni istəyir yay ayı olsun, istəyir qış olsun, lap belə qar, buz, yəni heç bir yəni onun heç bir yəni ziyanı yoxdur. Rahat oturan kimi qoyub, yəni D-yə qoyub sürə bilərsiniz. Yəni bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.